Rusiya və Amerika Birləşmiş Ştatları Ukraynada sülh danışıqları üzrə irəliləyişə nail olmayıb. Dekabrın 2-də Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trumpın xüsusi elçiləri Svit Viktov və Jared Kushner arasında görüş 5 saatdan çox çəkib. Putinin köməkçisi Yuri Ushakov açıqlamasında deyib ki, görülməli çox iş var. O əlavə edib ki, tərəflər Ukraynada böhranı həll etməyə nə çox yaxın, nə də çox uzaqdılar. Biz təbii ki, Amerikalı həmkarlarla müəyyən vaxt əvvəl ABŞ tərəfindən Moskvaya göndərilmiş layihələrin, sənədlərin məzmununu müzakirə etdik. Həmin sənədlərə baxdıq. Biz konkret ifadələrə və ya konkret ABŞ təkliflərinə yox, həmin sənədlərin daxili məğzinə diqqət yetirdik. Bəzi məsələlərlə razılaşa bildik və prezident bunu həmsöhbətlərinə təsdiqlədi. Bəzi məsələlər bizdə tənqid doğurdu və prezident bunu gizlətmədən bir sıra təkliflərinə tənqidi, hətta mənfi münasibətimizi bildirdi. Amma əsas odur ki, çox faydalı bir müzakirə aparıldı. Tərəflər danışıqların məğzini açıqlamamaq barədə razılaşdıqlarını bildiriblər. ABŞ dövlət katibi Marco Rubio müsahibəsində bildirib ki, Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı bəzi irəliləyişlər əldə edilib. Düşünürəm ki, müəyyən qədər irəliləyiş əldə etmişik. Ukraynalıların hansı şərtlərlə yaşaya biləcəyini, onlara gələcək üçün təhlükəsizlik təminatları verəcək, bir daha işğala məruz qalmayacaqlarını təmin edəcək bir modeli müəyyənləşdirmə istiqamətində. Bu onlara təkcə iqtisadiyyatlarını bərpa etmək deyil, həm də ölkə kimi inkişaf edib çiçəklənməyə, böyüyən bir iqtisadiyyata sahib olmağa imkan verməlidir. Nəzəri olaraq doğru addımlar atılarsa, 10 ildən sonra Ukraynanın ümumdaxili məhsulu Rusiyanın ümumdaxili məhsulundan böyük ola bilər. Putin Moskvadakı görüşündən öncə Rusiyalı jurnalistlərə açıqlamasında Avropa ölkələrini Ukraynada sülhü sabotaj etməkdə ittiham etmişdi. O, müharibənin dayandırılması ilə bağlı Avropanın tələblərini Rusiya üçün qəbul edilməz adlandırmışdı. Hətta Trumpın təkliflərinə güya hansısa dəyişikliklər etməyə çalışdıqları zaman belə biz bunu açıq şəkildə görürük. Bütün bu dəyişikliklər yalnız bir məqsədə xidmət edir: ümumilikdə sülh prosesini bloklamağa, Rusiya üçün tamamilə qəbul edilməz tələblər irəli sürməyə. Onlar bunun belə olduğunu anlayırlar və bununla da sülh prosesinin dayandırılmasına görə məsuliyyəti sonradan Rusiyanın üzərinə atmaq istəyirlər. Onların məqsədi budur. Biz bunu açıq-aydın görürük. Сворачивание этого мирного процесса. Вот в чем их цель. Мы это отчетливо видим. Moskvadakı görüşdən sonra ABŞ prezidentinin xüsusi elçiləri ilə Ukrayna prezidenti Volodymyr Zelenskinin Brüsseldə görüşü gözlənilsə də sonradan ləğv olunduğu deyilir. Xüsusi elçilərin birbaşa Vaşinqtona, Zelenskinin isə Avropa səfərindən Kiyevə geri döndüyü vurğulanır.